Gəlmişik Xızı rayonu Hacı Qışlağına. Qasım Kən. Nə? Acı Qışlağına gəlmişik. Biz bu dağların heyranıyıq. Bu qırıq qapını aç görək. Bu birisini açmışdı. Gir bir dənə buna baxaq görək. Qaqaş Yasamaldan köçüb gəlib kənd həyatı yaşamaq istəyirik. Görək. Xoş gəlmişik. Xoş gəlmişik. Boş qalıb köçüb gediblər yeylaqlara. Allah onlar malına bərəkət versin. Ya Allah. Keçək olursa otağa görək. Görək burada. Ay maşallah. Bura bəy otağına oxşayır. Hə maşallah. Bana. Bax. Deyirlər ət bahadır, süt bahadır. Bax beləsi yedə əziyyət çəkirlər çobanlar. Allah olan malına bərəkət versin. Hə qaqaş, görsən etərdi. Vallahi biz bu dağların heyranıyıq. Ən uca zirvədə dağlılar. Qoşulun bizə. Əli içəri bir dənə qəşəng otağı var idi içəridə. Allah haqq eləsin ki, bəy otağıdır. Şirəli zatlı da belə qəşəng. Əmi gəldi, ata-baba yurdunu gördü. Nə qədər sən bundan sən Hacı Əlisən. Hacı Qalib nə? Qalib deyir, efirlərə düşmək istəmirəm. Bilmirəm niyə. Kənd həyatı, kənd. Bu da bir otağımız. Görək. Buna. Gəl qoxma. Maşallah, maşallah. Bu da ikinci otaqları çobanların. Gedək, görək başımıza nə gəlir. Bilmirəm vallahi, indi baxarıq. Hə, gedək, oradan gedək. Babana getirib gəlmişik. Dədə baba yurduna. Düz 30 il bundan qabaq. Ahmet xanım, bir dənə daş qalmır burada. Heç bilmirsən ki, burada qışlaq olub olmuyor. Hə. Hamısını tikiblər burada. Burada indi deyil, şeydən gəliblər, Naxçıvandan gəlib arendaya götürüblər.